Azərbaycanın günü-gündən artan nüfuzu bir çox qlobal tədbirin ölkəmizdə keçirilməsinə bir zəmin yaradır. 9-cu Qlobal Bakı forumu da elə bu qəbildəndir. Prezident İlham Əliyevin forumun açılışında səsləndirdiyi fikirlər isə Azərbaycanın qlobal çəkisinin artdığını bir daha nümayiş etdirir. 9-cu forumda demək olar ki, 50 ölkədən nümayəndə, yüksək səviyyəli nümayəndə iştirak edir. Bu göstərici bir il bundan əvvəlki göstəricidən xeyli çoxdur. Bu, bizim müzakirələrin cəlb edici olduğunu nümayiş etdirir. Bu platformaya ehtiyacın olduğunu nümayiş etdirir və çox faydalıdır. Onun çox mühüm praktiki təsiri var. Son illər bir sıra dünya əhəmiyyətli tədbirlərə ev sahibliyi edən Azərbaycan Qlobal Bakı forumu ilə yenidən diqqət mərkəzindədir. Tədbirdə bir çox ölkədən diplomatların iştirakı Azərbaycanın aparıcı beyin mərkəzlərindən birinə çevrildiyinin göstəricisidir. Təhlükəsizlik məsələləri beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib. Eyni zamanda mən əminəm ki, Avropadakı cari vəziyyət barədə açıq müzakirələrin aparılması tələb olunur. Qlobal Bakı forumu bunun üçün mükəmməl platforma olaraq çıxış edir. Bu forum müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv bir forumdur və hesab edirəm ki, bu belə də olmalıdır. Çünki biz hamımız dünyanı daha da təhlükəsiz etmək üçün bir-birimizlə daha yaxından çalışmalıyıq. Sözsüz ki, regional təhlükəsizlik və əməkdaşlıq, həmçinin ölkəmizin məruz qaldığı işğal və barbarlığın dünyanın diqqətinə çatdırılmasında forumun vacib rolu var. Prezident İlham Əliyevin bu nüansları xüsusi vurğulaması Azərbaycan həqiqətlərinin illərlə işğala göz yuman xarici dövlətlərə çatdırılması baxımından çox əhəmiyyətlidir. Ötən dəfə görüşəndə mən işğal, dağıntı və xalqımızın demək olar ki, 30 il əziyyət çəkdiyi humanitar böhranla bağlı məsələyə geniş şəkildə toxundum. Bunları təkrarlamaq istəmirəm. Bunlar artıq məlumdur. Çünki işğaldan azad olunmuş ərazilərdə o qədər ziyarətçilər olub, siyasətçilər, ictimai xadimlər, jurnalistlər, vətəndaş cəmiyyətinin nümayəndələri, onlar hər şeyi, erməni işğalından sonra hansı dağıntıların qaldığını öz gözləri ilə görürlər. Cənubi Qafqazda münaqişədən sonraki vəziyyət və gələcək perspektivlər, o cümlədən bir çox mövzunun Qlobal Bakı forumunda müzakirəsi ölkəmizin regiondakı mövqeyini və gücünü nümayiş etdirir. Dün toplantının açılışında Cenab Prezident'in konuşması çok önemli. Bunu çok dikkatle tekrar okuyup tekrar değerlendirmek lazım. Orada çok güçlü mesajlar veriyor ve bir şey söylüyor. Yani diyor ki bakın bir fırsat var. Azerbaycan bütün bu 30 yıllık çok hak edilmemiş işgale rağmen bugün dost elini uzatıyor. Bu dəfəki forumda müzakirə olunan əsas mövzulardan biri də ərzaq böhranıdır. Problemin Bakıda müzakirəsi isə təsadüfi deyil. Bu özü-özündən göstərir ki, Avropalılar özləri təhlükəsizlər çox narahat. Burada Azərbaycan Bakı forumu öz platformasını açıq-aydın verir və deyir, gəlin burada açıq danışaq. Və danışmaqdan sonra aydındır ki, bu dünya mətbuatında öz rolunu açmalıdır və göstərməlidir. Xarici diplomatların Prezident İlham Əliyevə münasibəti isə onun ölkə rəhbəri və siyasətçi kimi nüfuzuna olan böyük hörmətin təzahürüdür. Bu yerdə Türkiyənin sabiq baş naziri Binəli Yıldırımın Azərbaycan prezidentinə hədiyyəsi xüsusi qeyd olunmalıdır. Qılınc, güc, qüdrət rəmzidir. Qılınc həm də ədalətin keşikçisidir. Bəli, 30 ilə yaxın müddətdə tapdanan hüququmuzu Ali Başkomandan həm də qılınc gücünə geri aldı. 30 ildən sonra bərpa olunan ədalətin tərəzisi indi etibarlı əllərdədir. Rüstəm Mikayılzadə, Lalə Məmmədova, Astara xəbər.